Salam dostlar, hamıya hər vaxtınız xeyir olsun. Bugün sizlə bol belə dadlı reseptlər paylaşmaq fikrim var. Uzun müddət paylaşmıram. Evi paylaş, nə bilim, ay günü paylaş, onu paylaş, bunu paylaş. Uzun müddətdir belə qəşəng dadlı bir resept paylaşmıram. Ona görə qərar verdim ki, bu möhtəşəm ötəsi resepti paylaşmalıyım. Möhtəşəm ötəsliyəm, çünki həqiqətən heylədir. Amma bu videoda bir fərqli eləyəcəm. Normalda hər videoda bir dənə resept paylaşıram. Bu səfər 2 dənə resept paylaşacağam. Həm sizə tatlı resepti verəcəyəm, həm də ki, isti yemək resepti. İsti yemək resepti dediyim nədir? Türklərin ən çox sevdiyim yeməklərindən biri İskəndər dönər. Bayılıram yəni. O dönərə bayılıram yəni. Həqiqətən Türkiyəyə ha vaxt getsək bizə görə məsələn Türkiyəyə ciyəndə gəzməyə getmirik yəni. Türkiyəyə geyirik, biz yeməkdən ötürü geyirik. Gittin deyildi. Və Pünhana axır vaxtlar deyir ki, Pünhan, mən Türk yeməklərdən ötürü belə hər yeməyi xoşlamıram dərsində. Baharatlarını zadı bol qoyurlar. Amma belə sokaq ləzzətləri deyirlər öyle. Midye olsun, çörək arası, bal kekmeği olsun, İskəndər dönər olsun. Tam yəni ürəyimə düşdü bu aralar. Dedim ki, mən niyə hazırlamıram bu evdə? Heç sınamamışam, heç ağlıma gəlməyibdi ki, sınaya eləyə bilərəm, eləyim. Heç düşünməmişəm. Ötən səfər YouTube'da bir dənə video çıxdı qabağıma. Dedim, hazırla Ülviyə səni, yəni nədir tutar, hər şeyi hazırlayırsan, o qədər şeylər hazırlasan. Dur, bu gün də bunu hazırla. Bugün sizlə gedirik İskəndər dönər hazırlamağa. Eminəm möhtəşəm olasıdır. Gəlin videonu izləyək. Həmçinin bir neçə vlog öncə sizə demişdim ki, belə çox asan, tez hazırlanan 5 dəqiqəyə hazır olan, 5 dəqiqə bütün ərzaqlar qarışdırıb qoya biləcəyiniz tatlı resepti paylaşacağım. Kek, muffin də adlandıra bilərsiniz, cupcake də adlandıra bilərsiniz. Bilmirəm, mən kek adlandırıram, adi qablarda kek. Çox möhtəşəm dadı olur. Dəfələrlə hazırlamışam, tez-tez hazırlayıram demək olar. Uşaqlar ürəkləri tatlı, çəkən kimi, vkusnyaşka istəyirik deyən kimi sırası duram onu hazırlayım. Çünki həqiqətən 5 dəqiqəyə hazır olur. Sizin də belə körpüləriniz varsa, balaca belə tez-tez və yaxud tatlı canınız çəkirsə, özünüzün yoldaşınızın durub tez bir zamanda hazırlaya bilərsiniz. Hər neysə, çox danışdım. Mən danışmağımdansa gəlin videoya baxaq. Və durun hazırlayın videoya baxandan sonra. Getdik. Belə farş götürmüşəm. Farşın üzərinə biraz pul biber əlavə edirəm. Biraz duz səpirəm. Çox az olacaq şəkildə də, sadəcə biraz tam qatsın deyə qara istiot əlavə edirəm. Yumurta sındırıram. Hamısını yaxşı yoğururam. Burada elə əsas məqsəd əti ərzaqlarla yaxşı qarışdırmaqdır. Dəzgahıma belə streç sərdim. İndi əti bura əlavə edirəm. Əti belə bu şəkildə uzun formada yerləşdirdim streçə. İndi möhkəm sıxa bağlayıram. Qalxısa qalmasın. Və bu şəkildə qoyuram. Soyuducunun buz gözünə yaxşıca donmalıdır. Əslində İskəndərdən ötürü bildiyiniz kimi lavaş çörəklərdən istifadə olunur. Amma bizdə olmadığına görə mən bu çörəklərdən hazırlayacağam. Biraz xırdalayıram indi bunları. Təbii ki, lavaş çörəklər özdən olsa daha yaxşı olar. Həm görüntü baxımından, həm dad baxımından o çörəklərin dadı daha fərqli, daha biraz duzlumsu olur deyək. Amma yoxdursa, bunlardan da istifadə eləmək olar deyə düşündüm. Bu şəkildə doğrayıram. Çox xırda olmayacaq şəkildə. Tavaya çörək yağı əlavə eləmişəm. Çörək yağı olmağı önəmlidir və çalışın belə daha dadlı, daha ətirli çörək yağı olsun. Həm də dadına təsir eləyəsin təbii ki. İndi yağ əridi. Bura çörəkləri əlavə eləyirəm. Birazcıq qızardırım. Çörəyi belə ara sıra qarışdırıram ki, qızarmayanlar da qızarsınlar. Biraz yağla təmas eləsinlər. Çörək istədiyim kıvama gəldi. Gördüyünüz kimi belə azcıq qızaran yerləri var və qurumaqlar yumuşaq şəkildədirlər. Düzdür, qızartmışıq, amma heç bir quruma yoxdur. Və qazdan götürürüm çörəkləri.
Kənarda belə bir balaca qazanca götürmüşəm. Belə balaca olması bizə kifayətdir. İçərisinə yenə çörək yağı əlavə edirəm. Yağı yaxşı əyridirəm. Yağ burada yaxşıca qızdı. İndi üzərinə tomat pastası əlavə edirəm. Üzərinə pul biber və duz əlavə edib yaxşıca qarışdırıram. Şöyle böyle koyuyorum burada. Kalıyorum yaxşı. Bu tomatı yaxşı qovranda bir ətri olur tomatın. O ətri gəlməlidir. Onu neyəsə sizə buradan ötürə bilmirəm. Amma yəqin ki, nə dediyimi anladınız. Və son olaraq bura su əlavə edirəm. Və qoyuram bu qarışımı qaynamağa. Bir dəfə qaynayandan sonra sırası qazdan götürürük. Sos qaynadı, bu şəkildə olmalıdır. Yəni bir dəfə belə qaynatsa, hazırdır, qazdan götürülür. Ətləri qızartmaqdan ötürü tavama yenidən çörək yağı götürürəm və yaxşı tavanı qızdırıram. Ətimiz bu şəkildə bərkləşdi. İndi açıram. Və nazik-nazik dilimləməyə başlayıram. Burada təbii ki, bizə nə lazımdır? Çox kəskin bir bıçaq. Ki, rahat şəkildə dilimləmək olsun. Belə bu şəkildə nazik-nazik eləyəsiyəm. Hamısını doğradıqca belə tavama götürdüm. İndi yaxşıca qızardıram. Belə bunlar yaxşıca qızardıqca götürürəm. Gecələrində bir şəkildə qızardıram. Aydiçka burada supçikini yiyikdir. İndi İskəndərin ətlərindən yiyib belə qışıq-qışıq. Ağızda əriyəcək. Durma, durma. Orada otur, yiy. Otur, yiy. Niyə? İskəndərin üzərinə əlavə eləməkdən ötürü çörək yağı götürdüm qazançıma və bu yağı da yaxşı əridirəm. Və indi servis eləmək olar. Belə bir boş qab götürmüşəm. Üzərinə çörəkləri belə bu şəkildə yaydım. İndi üzərinə ətləri əlavə edirəm. Ətlərin üzərinə tomat sosunu əlavə edirəm. Və ən son olaraq qanyen yağı da əlavə edirəm. Hazırdır, nuş eləmək olar. Bu şəkildə görsənir, ətri bütün evi bürüyüdür. Əminəm ki, dadı da mükəmməldir. İndi dadına da baxaq bir yerdə. Ət həqiqətən çox dadlı və yumşaq alınıqdır. Həmçinin çörəkləri də yağla qızartdığımıza görə. Sözün əsl mənasında Türkiyədə yediyimiz İskəndərdir yəni. Həqiqətən belə bir dad yoxdur və mən bu günə qədər niyə bunu evdə hazırlamamışam? Hal-hazırda çox təəssüf edirəm. Mükəmməldir, mütləq hazırlamalısınız. Əntiqə əslində gördüyünüz kimi çox doydurucudur və bəzi yeməklərdən daha tez hazırlanır demək olar və dadı da mükəmməldir həqiqətən. Mən artıq bunu evdə tez-tez hazırlayasıyam yəqin ki. Ayda xanım var, iki yandan mahnaf yox, yemək yedirməyə çalışıyor. Toyuq sosu. Rasyondan qoyuram, yarısını da özü yiyir. Esra da oxuyuram da mən çürəçim. Oxu Esra, seni traktor oxu. Papalam sini da galinam, kesin kapalan. Ano daos. Papa baya kadar tas kesin kapalan. Hala teles. Hala teles yok kesin mahne. Anu mal istavay. Попробуй отгадай. Və yaxşı dalaşıyor, ayda yemir. Çünki anası da yemək istəyir. Mən deyim, daha bəs yorulmuşum. Həqiqətən yorulmuşam, yeter artık. Daha yemək vaxtı, Esra Pateşev. Yemək vaxtı gəldi də daha keçir. Ay da çıxır xanım. Geçə qız sən də. Səvax bürsün, bax çeyəcəksən. Məndən ayrılmır, özümdən ayrılmaq qərarı vermişim.
Bir saat verirəm o qərarı, 1 saatdan sonra yazığım gəlir. Ama bu sefer biraz daha əsəbləşmiş, dəyişə şirlədirmiş, beynim çöndü. Daha bəs də, iyi də, yetər. Ay Esra, başım qazan oldu. Allah haqqı 100% videoya baxanların da başı qazan oldu. Şunla eləyirsən də bu tamışda. Eləmə, saçları o qəşək düzəlt. Saçın xəstədir. Xəstəsən. Так, красиво. Я пыталась его. Ты красивая, цветочек. Ha, bir də onu deyim ki, bu Ayda xanıma çox vaxt, yəni suallar verirsiniz ki, nə yeyir? Valla əslində mən hər şeyi öz qayda qanununa, saatına, dəqiqəsinə görə hazırlayırdım qabağına. Ay bugün brokoli yeyirdi, ay sabah bununla yeməsin, ay bununla yeməsin, səhər yeməyinə bu yesin, neçə qram yesin, qramına qədər təsəvvürünüzə gətirin. Esra'da yox, biraz qarışdı o şeylər. Ayda da mən nə bişirsəm o yeyir. Nə qramı yoxdur, nə saati yoxdur, yəni heç də yoxdur. Evdə nə varsa koyuram. Ayda bundan var, ye. Всё. Yəni ki, belə xüsusi olaraq hazırlayım, nağarım, fərqli bir şeylər eləyim. Yoxdur, valla, vaxt yoxdur həqiqətən. Ora qaçıram, bura qaçıram bütün günü. Amma öz hazırladığım yeməklərdə də sulu yeməklər hazırlayıram. Zaten bizim evdə demək olar çox vaxt, xüsusən qış aylarında, indi yaylı deyə uşaqlara biraz fərqli bir şeylər verirəm də. Amma xüsusən qış aylarında falan bizim evdə demək olar sup. Haradasa hər gün olur demək olar. Toyuq suyu, adi ətsiz sup, belə tərəvəzlərdən hazırlayıram və yaxud düyü suyu həlimdən hazırlanan fərqli və yaxud doğğa. O şimdi sulu yemək demək olar. Qışda bizdə hər gün var. Yayda da dediyim kimi belə ara sıra. Amma aydadan ötürü işte biraz hazırlayıram, saxlayıram və yaxud ona da mesela kotlet hazırlayanda kotlet aydiyə də verirəm. O da ələ tuturam ki, öyrən yemək. Tam bacarmır ama yani her şeyin dadına baxır da. O deyirlər hər şeydən biraz ver dadına baxsın. Bu arada qab yeməkləri verirdim mən, hazır yeməklərin. Onlar da bəyənmədi, istəmədi. Elə evdə bir neçə almışdım zaten sınamaqdan ötürü ki, yemədi deyə onlardan da almıram. Həmçinin bu meyvə püreləri olur qabın içərisində. Onu da xoşlamır. Ona görə ondan da vermirəm. Ara sıra qarnı qəbz olanda, qarnı açılsın deyə o cavalı olanlardan verirəm. O yeyir, qarnı açılır. Bir şey yoxsa başqa heç bir şey yemir, xoşlamır. Çünki istəyir ki, dişləri də var zaten. Və görür ki, biz nə tər yeyirik, dağarıq. Onu istəyir ki, əlimlə tutum, özüm də işləyim, yeyim. Düzdür, bir neçə dəfə boğazında qalma ehtimalları çox olur. Və demək olar, onun əlinə səfərində gözü içdə baxıram da, otursam belə orada ki, birdən boğazına qaçır eləyə, sırası müdaxilə eləyə bilim yəni. Amma ona rəğmən yenə də verirəm, markov verirəm, məsələn, əlinə özü dişləyir, alma verirəm, armud verirəm, mango oladı, mango verirəm, çiyələk az verirəm, səpəz çiyələk yeyir kimi. Sonra belə vişniya zat olsun, albalı, o birisi adı nə idi, cilas. Çərdəkləri özü çıxardıram hamısı belə balaca qoyur, dişləyir, arada bir boğazını qaçırıb çıxardıram. Oralar biraz qorxuludur, düzdür. Amma yenə də belə yemək istəyir, yəni nə deyim. Bir də peçenləri xoşlayır. Uşaqlardan ötürü Detmirdən alam, adi peçenlər. Çox belə şirin olmayan, çox belə fərqli dadlarda olmayan. Yəni belə hər şeyi yeyirdim olar. Xüsusi bir şey eləmirəm. Deməli, bugün uşaqlar kek istədilər. Ötən səfərdə sizə demişdim ki, belə bir kek resepti var, tez bir zamanda hazırlanın. Onu sizlə bərabər hazırlayaq dedim. Belə tərəzimi də qoymuşum üstünə. Bir dənə qabda işləyəsiyəm, yəni əlavə qabda bulamayasıyam və 5 dəqiqə hazırlayasıyam. Deməli, qabıma şəkər tozunu götürmüşəm. Üstünə yumurta sındırıram və vençiklə yaxşı qarışdırıram. Daha sonra üzərinə südü, bir çimdik tuzu, yağı və smetanı əlavə edirəm. Yenidən hamısını yaxşı qarışdırıram. Son olaraq quru ərzaqları da əlavə edirəm. Unu, qabartma tozunu və kakaonu. Və hamısını yenidən yaxşı qarışdırıram. Bu arada sobamı 180 dərəcədə qızmağa qoymuşam. Və qarışım hazırdır. Bu şəkildə olmalıdır kıvamı.
İndi kek qablarına əlavə eləyirəm hamısını. Mən tək-tək bişirəsiyəm. Siz bir bütün halında böyük bir kek şəklində də bişirə bilərsiniz əgər istəsəz. Bu şəkildə belə kek qablarına yerləşdirdim. Yarıya qədər doldurdum gördüyünüz kimi. İndi qoyuram soyuducuya bişməyə. Və 20 dəqiqə sonra keklər bişdilər. Hazır oldular. Artıq nuş eləmək olar. Və sizə yumuşaqlığını göstərmək istəyirəm. Həqiqətən çox zərif alındı. Yəqin ki, hiss olunurdu. Baxın. Hələ olma demək tökülür. Biraz işsiz deyə rahat şəkildə tuta bilmirəm sadəcə olaraq. Evde xanım orada yiyirmiş. Yarısını götürdüm. Siz de hazırlayın. Çok tez hazır oldu. Gördüğünüz kimi hazırlayacağım olanlara nuş olsun. Çok dadlıdır. Əsəl belə şokolad krizi gələndə hazırlayıb 5 dəqiqə nuşlamaq olar. Ama deprem. Это когда нельзя такой. Да? Beğendiniz? Tatlı değil. Ayda bir de isteyeyim. Ne? Bakın çay verin şimdi. Tapıt da işin tarihi. Bir şey teşhir isteyen kimi evdeliye. Anne. Koy istedi de. Это телефон-то. У тебя есть вот такой, и у меня есть такой. Да, есть вот Sen mən koftamı yiyəcək misən? Sıra mən koftamı yiyəcəkdi. Нет, это не то, это Kimindir другой bəs? то, небольшой вот такой беру. Ay oğlum mən koftamı götürüb yiyəcəyimsə həli. Нормально. Belə elə. Nə olsun ki, malinki zat deyiləm ha. O moda elədi, malinki olan şeydir. Sağ olsun da malinki. Когда тебе было ящичко, как я, дядя вот эту маленькую, Anne да? ki, balaca olanda giyməmişəm. Da. Ha, mən bir dəfə giyməmişəm əynimə. Almışam elə o da qaldı. Sən giyirsən indi də. Həbi ofda itlədi, qızın oldu qırmızı donunu çıxart. Ha? Var, bu daha soğuk Это dişləmişsiniz. мало МТ. Sağ ol, цветулар için verdi. Эти цветочки. Кто тебе подарил? Ha? Aşkım. Aşkım. Asya getirip Esra'ya gül verdi. Sevinirdi. Gülcünü. Asya. Halbuki bilsən nə yazırlar? Yazırlar ki, Asya söhbət eləsin bizlə. Normal amma baltat eləsin demirlər. Bax, okey bax. Tökmə ağzından. Abla qoşulduğundan bax, nə eləsin o eləyəcəkdir. Bu da öyrənir, yığır aynı. Yeri. Bugünlük bu qədər dostlar. Ümid eləyirəm video sizə maraqlı oldu. Ümid eləyirəm siz də hazırlayasınız belə verdiyim reseptlərdən. Düzdür, gündəlik həyat özümüz üçün hazırlayıram. O hazırladığım hərfədə çəkirəm. Əvvəllər daha fərqli reseptlər hazırlayırdım, paylaşırdım. Amma bu aralar biraz elə tamamilə fərqli bir yola gedəsi vaxtım yoxdur həqiqətən. Ona görə özümüzə nə hazırlasam, onu da sizə hazırlayıb paylaşıram. Amma sizə bu sözü verirəm ki, də özünüz də bilirsiniz. O bir öyküsəndən sonra qəşəng reseptlər daha fərqli, daha belə qəribə, hər yerdə görmədiyiniz, hər gün eyni şeyi yeməyək dediyiniz reseptlər olasıdır mütləq. Hələ ki izləmədə qalın. İnşallah o vaxta qədər böyüyərək, yavaş-yavaş böyüyürük. 6000'e çatırmış əsas. Siz də videonu bəyəndikdə like düyməsini basmağı unutmayın. Ən əsası yorum yazmağı unutmayın. Bəyəndiyiniz videolar olsa dostunuza, tanışınıza da göndərə bilərsiniz ki, belə ailəmiz genişlənsin. Çünki həqiqətən əvvəllər, məsələn, bir il falan əvvəl mesajlar gəlirdi, eləyirdi belə az-az, bir dənə, iki dənə tanışlardan zaten. Amma indi həqiqətən çoxlu mesajlar yazırsınız və cavablayanda belə üzümdə gülüşlə bu şəkildə ben gidip bu şekilde cevaplayırım. Ağzım kulağımın dibine çıt. Yani ona göre de böyle mesaj yazmağa, bir şey soruşmağa, nəsə deməyə çəkinməyin siz də. Belə gələn videolarda görüşürük. Video biraz uzun oldu. Bu aralar nəsə uzun videolar paylaşmaya başlamışam deyəsən. Özünüzə yaxşı baxın. Sağ olun.